Salam hörmətli izləyicilər. Bu dəfə mən sizə gizlin böyrək çatmamazlığından danışacağam. Gizlin böyrək çatmamazlığı ən təhlükəli xəstəliklərdən biridir. Bu xəstəlik heç vaxt ağrı ilə başlamır, əlamətlə başlamır. Çox vaxt əlamətsiz başlayır. Amma olan əlamətləri xəstələr nə edirlər? Böyrək çatmamazlığı ilə əlaqələndirmirlər. Çox vaxt deyirlər, səhərlər gözümüzün altı şişir, günün sonunda ayaqlarımızda şiş olur, gecələr tez-tez siliyə gedirik, dərimiz quru olur, qaşınır, davamlı yorğunluq olur, halsızlıq olur, yüngül ürək bulanma olur, yeməyə qarşı ikrah olur, yeməkdən iyrənirlər, qan təzmininin səbəbsiz qalxması olur. Xəstələr deyirlər, vitaminim çatmır, yorğunam, halsızam, nəysə özümü pis hiss elədim. Böyrəklər sıradan çıxmağa başlayır, lakin insanın, pasiyentin xəbəri yoxdur. Çünki bədənin digər orqanları bu təhlükəni kompensasiya edir. Nəticədə insan özünü normal hiss etdiyini düşünür, lakin normal deyil. Ən çox kimlərdə bu rast gələ bilər? Ən çox rast gələ bilər diabet xəstələrində, təzyiq olan xəstələrdə, az su qəbul edən, maye qəbul edən insanlarda, duzlu qidalar yeyən insanlarda, siqaret çəkənlərdə, dərmanları nəzarətsiz qəbul edən insanlarda. Unutmayın, böyrəklərin səssiz xəstəliyi, böyrəyin gizlin gedən xəstəliyi zərəri artırır. Hər gün yorğunluq, şişkinlik hiss edirsinizsə, bunu dərhal ağır xəstəlik kimi qiymətləndirmək üçün müraciət edin.